14-də ali təhsil müəssisələrinə 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 2 abituriyent ən yüksək nəticə göstərərək 700 bal toplayıb. Onların hər ikisi 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı verib. Həmin abituriyentlərdən biri 278 nömrəli məktəbin məzunu Pərvin Əhmədovadır. 700 bal toplamağa qarşısına məqsəd qoyduğunu deyən Pərvin imtahanla bağlı təəssüratlarını bizimlə bölüşdü. 700 bal yığmaq çox ifadə edilə bilməyəcək bir hissdir. Artıq bütün sinif yoldaşlarım öz nəticələrini bilirdilər, amma mən biraz öz nəticəmi gec öyrənmişdim. Anamla birlikdə öyrəndim. Eşidəndə birinci ağladım, sonra yenə də biraz kövrəldim, anamı qucaqladım, bilmirdim niyə. Çünki artıq balaca vaxtda xəyal elədiyim arzum gerçəyə dönüşmüşdü. Bizdə məktəb pilot məktəbdir, 3-cü qrup təmayüz sinifdə oxuyuram. Orada müəllimlərim sağ olsun, bütün məktəb müəllimləri mənə kömək eləyiblər. Nə olubsa hamısı məktəbdə, bütün günü dərsə gəlmişəm. Çünki bilirdim ki, uğurlu nəticə qazanmaq başlanğıcı həmişə məktəbdən olur. İlk imtahanda kodlaşdırmada bəzi səhvlərə yol verdim və 657 bal topladım. Bu nəticə məni qane eləmir. Qarşıma məqsəd qoydum ki, 700 bal yığmalıyam. Bir çox fən olimpiadalarında iştirak edərək uğur qazanan Pərvin gələcəkdə təhsilini xaricdə davam etdirmək arzusundadır. Uşaqlıqdan arzulayırdım ki, hüquqşünas olum, amma sonradan artıq fikrimi dəyişməyə başladım. Müəllimlərim filan da onlar da mənə hardasa təsir göstərirdilər. Yəni mənim yaxşılığım üçün eləyirdilər hər şeyi. Hal-hazırda fikrim odur ki, yəni hələ dəqiq deyil. Diplomatik akademiyada Dövlət və İctimai Münasibətlər Fakültəsində təhsilimi almaq istəyirəm. Mən Azərbaycanda. Sonrakı mərhələlərdə isə xaricdə davam etdirmək istəyərəm. Qeyd edək ki, ümumilikdə bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə hələlik 12 abituriyent 700 bal toplayıb. Onlardan 7-si 1-ci və 4-cü ixtisas qrupları üzrə, 5-i isə 2-ci və 3-cü ixtisas qrupları üzrə imtahan verənlərdir. Lamiyə Mustafayeva, Vüsal Vidaydıoğlu, Hümbət Məmmədov, Azərtac.